Hə, əziz izləyicilər, hamınıza salam. Deyirəm, bəlkə biraz nostalgiya yaşayaq. Bu video dostluqda istirahət edənlərin qarşısına çıxan kimi bilirəm ki, onlar bir anlıq nostalgiya yaşadılar. Yəqin hamımızın yadındadır bu əl üzüyən yeri. Səhər tezdən hamımız durardıq. Çiynimizdə dəsmal, əlimizdə diş fırçaları, növbəyə düzülərdik. Sudandı belə lax yumurta iyi gəlirdi, amma deyirdilər ki, xeyirli sudur. Əminəm ki, bu koteclərdə çoxunuz istirahət eləmisiniz. İndi cavan nəsil bəlkə baxsa, deyərlər belə koteclərdə istirahət eləmək olar. Amma bu koteclər bizim üçün o qədər doğma, o qədər əzizdir ki, inanın elə nəm iyi belə kif deyirlərdi. Nəm iyi gəlirdi ki, o butqalardan. O nəm iyi üçün darıxır adam. Burada yaşayış olub əvvəllər, dostluq ən böyük turbazalardan biri idi. Hamımız burada hər dəfə eyni insanlar gəldiyinə görə hamımız bir-birimizi tanıyırdıq, dostluq edirdik. Çox gözəl günlər idi. İndi yəqin video kimin qarşısına çıxar, burada istirahət edənlərin görərlər kotecləri. Əminəm ki, onlar da içərdən ağ çəkəcəklər. Yadlarına düşəcək cavanlıqları, uşaqlıqları. İndi heyf yaşayış yoxdur. Adam bu koteclərə baxır, deyir ki, vaxt var idi, burada yaşayış var idi, insanlar istirahət edirdi. Amma çox gözəl günlər idi, həqiqətən. Bizim uşaqlığımız burada keçib, demək olar ki, çox gözəl illər idi.